Dostlar, sizə bir prosedurumuzdan kara göstərəcəyik, onu görəcəksiniz. Bunu nə üçün edirik, ondan danışıram. Bu, müasir şərqdə cupping adlanır. Bizim dədə-baba terapiyamız olan bankalama. Əslində burada terapiya olaraq bu çox önəmli və əvəz olunmaz bir terapiyadır. Çünki bunu heç bir aparat əvəz eləyə bilmir, hələ ki. Məqsəd səthi fasciaları, geniş fascianı eyni anda boşaltmaq, onu özünə gətirmək, onun qan dövranını artırmaq və genişləndirməkdir. Burada ikinci bir məqsəd yoxdur. Və arasında yaranmış qırışları, dırnaq içində, həmin qırışları açmaqdır. Bununla bərabər quru iynədə görürsünüz siz orada. Bu quru iynəni də məhz o fasciaların altında yerləşən əzələlərin içində olan patoloji hədəf nöqtələri, yəni hansı ki onlar gərgin nöqtələrdir. Həmin iynələrlə onlara birbaşa müdaxilə eləmişik. Bu cupping terapiyasından sonra zonanı biz genişləndiririk, boşaldırıq və altda yatan iltihaplanmış əzələnin, məhz o patoloji düyünləri olan əzələni quru iynə ilə iynələyərək həmin əzələnin deşarj olunmasına və sonucda həmin nahiyənin, bölgənin bərpasına səbəb olur və biz yaxşı nəticə əldə edirik.